Salam, mən Qarabağa getmək istəyirəm. Portaldan qeydiyyatdan keçmək üçün rüsum ödəməliyəm? Xeyr, hörmətli vətəndaş, işğaldan azad olunan ərazilərə səfər etmək üçün qeydiyyatdan keçmək tam ödənişsizdir və çox sayda prosedurlarla elektron qaydada özünüz edə bilərsiniz. Bunun üçün sadəcə e-polis mobil tətbiqinə daxil olmaq yetərlidir. Mobil tətbiqdə Qarabağa icazə və ya xidmətlər siyahısından işğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması bölmələrini seçərək prosedurlara başlayırsınız. Daha sonra səfər zamanı istifadə edəcəyiniz şəxsi avtomobilinizin müvafiq məlumatlarını qeyd edirsiniz və nəqliyyat vasitənizdən asılı olaraq özünüzlə bərabər 8 nəfəri də qeydiyyatdan keçirə bilərsiniz. Müraciətinizlə bağlı bildirişlər isə şəxsi elektron kabinetiniz varsa birbaşa ora, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndərilir. Beləliklə çox rahat və sürətli şəkildə müraciətinizi tamamlayırsınız. Bir daha vətəndaşlara çağırış edirik ki, işğaldan azad olunan ərazilərə getmək üçün icazələrin verilməsi ilə bağlı internet segmentində, xüsusilə də sosial şəbəkələrdə reklam olunan saxta xidmətlərə aldanmasınlar. Özlərinin bir neçə dəqiqəyə reallaşdıracaqları qeydiyyat prosesi üçün tanıdıqları və ya tanımadıqları şəxslərə ödəniş etməsinlər. Bu cür təkliflərə inanmasınlar.